Salam, gəlin Venesuelanı kəşf edək. Bu ölkə Cənubi Amerikanın şimalında subekvatorial bölgədə yerləşir. Ölkənin paytaxtı Karakasdır. Şəhər Karib dənizi sahillərində yerləşir. Venesuelanın əhalisi təxminən 29 milyon nəfərdir. Əhalinin əsas hissəsi ölkənin şimalında məskunlaşıb. Venesuela dünyada məşhur Canaima Milli Parkına ev sahibliyi edir. Burada yerləşən Angel şəlaləsi isə dünyanın ən hündür şəlaləsidir. Venesuela neft ehtiyatları təxminən 303 milyard barel kimi qiymətləndirilir ki, bu göstərici ilə ölkə dünyada rəqib tanımır. Neftin əsas hissəsi Orinoco ovalığı ətrafından və Maracaibo gölü hövzəsindən çıxarılır. Maracaibo gölü həmçinin Catatumbo möcüzəsi ilə də məşhurdur. Burada bataqlıqlaşmış ərazidə yaranan metan qazı atmosferlə qarışıqlı təsirə girərək sutku ərzində 40 mindən çox ildırım çaxmasına səbəb olur. Bu təbiət hadisəsi heyrət doğurur. Ölkənin pul vahidi Bolivar, Venesuelanı 1811-ci ildə İspan zülmündən azad edən Simon Bolivarın şərəfinə belə adlandırılmışdır.